Səbiyə xala, yemək hazırdır, gəlin. Nə olub ay bala, nə deyirsən? Deyirəm, nahar hazırdır, gəlin çörəyinizi yiyin. Hə? Onda Elməddini də çağır gəlsin. Sən çağır xala. Buyur. Niyə sənin dilin yoxdur qız? Utanırım. Nədən utanırsan ay bala? Qayın ya da qardaş, heç təfotu yoxdur. Bir halde bu evin gelmişsən, hələ də bu evin adamlarına sinişə bilməlisən. Sağ ol bala. Allah bizim kişiyə rəhmət eləsin. Nə yaxşı ki, bu bir parça torpağı qoyub dedi. Yoxsa mən bu iki uşaqla 4 duvar arasında acından ölərdim. Səni çox istəyirdim. Hə qızım. İndi istəməsin, çox istəyərdim məni. Mənimlə nəfəs alardı. Çərxi fələk, göz al dəriyə. Son anda da səviyə. Səni Allaha, balalarımı da sənə tapşırıram. Yazıq. Mən də kişi qızı kimi oturdum onun yurdunda, balalarını böyütdüm. Görürsən necə kişilər böyütmüşəm, hərəsi bir evin diləyi. Ərin Yusif, torpaq canlıdır, ev canlıdır. Bir ayrı şəhərdə olsa da yarı canı bu evdə, bu torpaqda olur. Amma Elmərdim, elə uşaqlıqdan fikri dağınır. Elmərdim, başqa uşaqlı qızım, sən hələ onu tanımırsan. Balanın o qədər təmiz ürəyi var ki, Allah bu ürəklə gərək onu xoşbaxt edəsin. Allah ağzından işləsin Səbiyə xala. Səbiyə xala, sənin dünyada heç nədən xəbərin yoxdur. Sən elminin dərdini bilmirsən, bilə də bilməzsən. Sən məni Elməddin üçün almalıydın, amma Yusif üçün aldın. Bununla da öz doğma balanı, hələ özümü demirəm, ömürlük şikəst elədi. Gözümün, könlümün ilk yolu, mən baxa-baxa məhv olur. Ey ay xala, sən bilmirsən, Həzrət Gülün evində çəkdiyim o cəhənnəm əzabları, burada, sizin evdə çəkdiyim əzabların yanında heç nədir. Mən Yusiflə yastığa baş qoyanda da Elməddinin əzab həkk olunmuş gözlərini görürəm. Taleyimə nifrət yağdırıram. Neyse, uşağımın bir dərdi var, mən bilmirəm. Ay bala, ben sən hiç çörək yemirsən. Yiyərəm də. Yəqin Yusuf'un xübət edir sənə. Gördün, dedim mi ki öyrəşəcəksən? Bax, söz gəlib yeridir deyirəm. Kişi arvaddan elə biraz aralı olsa o qədər yaxşıdır. Onda sən kişi üçün şirin olursan, kişi də sənin için. Yusif eynən atasının tayıdır, arvad canlı. Ne oldu arkadaş? Başını aşağı salırsın. Yaxşı, utanma. Biz de cavan olmuşuz, azdan çoktan biz de görmüşük. Ne oldu nay oğul?
Yaman istidir. Heç nəfəs almaq olmur. Elə bil ki, adamın başının üstündə tonqal qazılır. Niye yemirsən axı? Boy, Aydın, sən də işini yeməlisən. İştahım yoxdur xala. İstidir. Heç olmasa bir-birimizin həvəsini götürəyim. Son vaxtlar sana ne oldu? Hə? Gözümə göstərir deyirsən. Bəlkə bir dərdin, azarın var, bizdən gizləyirsin. Heç nə olur bana. Yorğunum. Əvvəllər heç belə yorulmazdın. Gecə də, gündüz də işləyirdin. İndi nə əməlli başlı yeyirsən, nə də dincəlirsən. Əslində iş, valla, gönlü başında bir şey demirik. Yediğimiz elə bax, göyərti deyil, pendir çörəkdir. Evi yoxdur. Qardaşın gələr, gedərsən onunla şəhərə, bir-iki həftə qalıb, havanı dəyişərsən. Ay ana, sən bilmirsən ki, oğlun odla su arasında qalıb. Hərdən ayağım yer tutduqca buradan qaçıb uzaqlaşmaq istəyirəm. Amma ürəyimin dərinliyindən qopub gələn bir səs, qardaş məhəbbəti gecə-gündüz qulağıma pıçıldayır ki, qaç Elməddin. Ata yurdundan, doğma ocağından. Baş götürüb get, uzaqlaş. Burada sən əzabdan, üstədən başqa bir rahatlıq, sevinç görməyəcəksən. Get Elməddin. Ancaq içimdən qopub gələn ikinci səs, ürəyimin səsi deyir. Sənin əlin əfsanədən həmişəlik üzülsə də, onsuz, onu görmədən necə yaşaya bilərsən? Yəni gedirsən Elmi. Məni qoyub gedirsən. Sən getsən. Yox. Mən səni heç yana buraxmayacağım. Qoymayacağım gedəsən Elmi. Bu evi, bu həyat bacanı sənsiz təsəvvür eləyə bilmirəm Elmi. Sən getsən, mən təzədən bədbəxt olaram, inan. Səni gözlərimin qabağında şam kimi necə əriyib söndüyünü görürəm. Özüm yanıb kül oluram. Amma ne eləyim? Əlimdən nə gəlir Elmi? Yox, getmə Elmi. Heç olmasa bu saadəti mənə çox görmə əzizim. Vay, şükür səni dərgahına. Biz yedik, doyduk. Sen özün aşların, yetimlərin qaydını doydur. İlahi, sen özün mənim balalarıma rəhm et. Benim gelin bacımım, qəşəng bacımın keyfi necədir? Hoş gelmişsin Nazım. Hoş günün olsun ay Yüzdeciğim. Hoş oldu sen geldin, gel Nazım, gel əyləş. Gel əyləş Nazım. Böyle sen gelip. Ömrümden az kavurdu, ürəyim partlasın. Boy niye ayrılsın? Yoksa Yusuf'cum darık mı sana? Nazım, Yusuf heç yadıma düşmür. Boy? Ne kız bu ne sözdü? Bu canı Yusuf hiç yadıma düşmür. Ne tez sen duydun Yusuf'tan ha? Ay kız, indi sizin can değil can işine baktınızdı. Saadet hele. Yox Nazım. Sənin dediyin o saadət mənə nəsib olmadı bacı. Niye ay kız? Belki aileleri. Yox. Ailə çox yaxşı ailədir. Sakit, mehriban. Mənə də gözün üstə qaşın var deyən yoxdur.
Yusif də məni çox istəyir. Bəs, dayı mən bilmirəm onun artıq sənə nə lazımdır. Fəlakət budur ki, mən Yusifi sevə bilmirəm. Mən də deyirəm, görəsən nə olub? Güya mən sənin dayın Həzrətgülü belə çox sevirəm. Ay qız bir təhər dolanırıq da. Çörəyimi verir, paltarımı alır, bir sözümü iki eləmir. Dayı bundan artıq mənə nə lazımdır, hə? Ay qız, hələ təzəsiz, bir-birinizi hələ isinişməmisiz. Bax, görərsən əfsanə, hər şey yaxşı olacaq. Sən Yusifi elə sevəcəksən ki, yanından heç yana bıraxmayacaqsan onu. Yox, Nazlı, çətin. Mənim dərdim ayrıdır. Uğuram ağzıma gətirsən, dilimi yandırar. Ay, sən Allah bəsdir. O nə bəsdir ki, mən hələ bilmirəm, hə? Bir dəqiqə. Oo. Nə danışırsan sən? Hə? Mən onu sevə bilmirəm. Mən Yusifi sevmirəm. Ay qızım. Onunla bir yapığa baş qoya bilmirəm. Mən Elməddini sevdim. Məni bilmədən onu verdim. Ay qızım, nə danışırsan? Mən heç olacaq. Ay Allah! Ay qız, görsən nə inəmirsən? Ay qız, niyə kimi dərdini mənə deməmişsən, hə? Ay aman! Ay aman, görsən nə inəmirsən? Sən mənə desəydin, mən heç qoyardım ki, sənin zülmün olsun. Sən heç mən Yusifə verərdim, aman Allah! Gün qabaq, Elməddin'də danışmışdıq. Yusifə dayısı qızını alacaqdır. Bilmirəm necə oldu. Qorxdum sənə deyəm ki, dayıma deyərsən. Görsən nə inəmişsən əfsanə. Şimdi ağlamaqla sən işləri düzəldə bilməzsən. Bizim də mən neyim nasıl? Başıma haranın daşına döküyor. Mən də deyirəm, görürsən bu kızım. Ay kız, sənin dərdin heç açılı büküləsi dərd deyil. Mən kül başla başımı sındırıram ki, görəsən bu kıza nə olub? Niyə gül kimi açılmır bu kız? Sən demə bu yazıq müsibət içindəymiş. Müsibət var, müsibət. Bu heç də özüləsi müsibət deyil, nasıl? Siz bir damın altında Elməddin'də necə yaşayırsınız? Bu yaşamaq deyil, nasıl? Zulüm çəkmək deyil. Mən buna dözə bilmirəm. İnsanın arzusunu, muradını gözündə qoyanlardan intiqam almaq istəyirəm. Amma bacarmıram. Gücsüzüm, acizəm. Bu da bir dərd olub mənə. Bu yaşamaq deyil bacı. Ömür gün çürütməkdir. Ayrı çare yoxdur, dözürsən görmür. Zaman keçəcək. Hər şey dözəcəksin. Mənim kimi. Yox, nasıl? Çətin. Mənim bir ürəyim vardı. Onu da Elməddin'ə vermişdim. Onsuz necə yaşayayım? Unut onu əfsanə, unut. Necə unudum nasıl? O mənim görən gözümdür. Döyünən qəlbimdir, inan. İndi Elməddin sənə bir söz zad deyir. Bicarə dərdlərini kağıza deyir. Şeir yazır. Şeir yazır. Əfsanə, o şeirlərdən mənə birini oxu da. Yaxşı bacı, Elməddin indi ağanın yanındadır. Axırıncı şeiri də Sırağa gün yazır. Sən Allah oxu. Əfsanə. Bilməm nədən belə, doğmasın belə. Bir belə qohumu, yadın içində. Tək
Senin adını yazmışam gülüm. Kalbine en güzel adın içinde. Eşkinle inleyen bir bülbül oldum. Sana nağme oldum. Kızıl gül oldum. Sensin, attın o da. Yanıp kül oldum. Ben seni koymazdım. Odun içinde. Yine güzel. Sen özüne beni bırak demeli Salih. Sen hoşbəxtsən. Sen hoşbəxtsən ki, seni böyle böyük ürəklə sevən bu kiçik saadət deyil Salih. Ama hesabı saadetimin çoğulması. Hala! Ay hala! Bir bura gel. Ne oldu bay? Bir bunlar ne menedi? Ne oldu? Neredeydi? Bakın. Bir bura bak. Başıma xeyir. İlan yumurtalar daybalı. İlan yuva salıp burada. Ben korkuram hala. Korkma kızım. Korkma. İlan deyip değmemene değmerem seni. Bilirsen neyini? Gel bu yumurtaları ihmalca yıkıma teğme. Apar koy teze kerme kalağın dibine. Korkuram. Korkma benim balım, korkma. Korkma. Apar. Apar. İhmalca. Yer. Yer. Vay vay. Vay vay. Hı. Niye kaçtın? Oradan ilan yumurtalar taktım. Sardım koydum ora. Gerek öldüreydin. Ben ezmek istiyordum, Səbiyə xala koymadı. Elmi, ora bir bak, ilandı. Yazık, gör necə ora bura çovuyur. Yumurtalarını aktarır. Gedib öldüreceğim onu. Gitme Elmi, Yok, gedib öldüreceğim onu. gitme ne olur. Yaşamaqdansa ölüm yaxşıdır. Səbiyə xala, Səbiyə xala, Elmi ilanı öldürmək istəyir. Ay xala, gel bu yana. Elmi, ilan süfreye sarı sürünür. Neyini o? Neyəcək? Ayranı zəhərlədi ki, bir şey qırılaq. Ne yaxşı ki gördük. Yoksa kim içseydi öləcəkdi. O dəqiqə şişib dama döner. Sen ilan zəhərini ne bilmişsin? Yine kalktı. He. Düz gedirsen hayvan. Bak oradadır. Ben öz elimle koymuşum düz gedirsen. Sen de öyle danışırsan ki, güya ilan dediklerini başa düşür. Taptı elimi. Taptı. Göreceksin de yumurtalarının üstüne. Yazık. Ay. Nerede o? Yine süfreye sarı sürünür. Ne hak koymuşsuz öldürəm. Bu ilan bizim başımıza cəncəl açacaq. Yine ayranı zehirlemek istiyor. Ağzında ilan değilsen. Yerini yuvasını değişmeyi bağışlaya bilmir. Yok. Sen bir ora fikir ver. İlan zehirli ayranı dağıttı yere. Ha. Doğrudan da dağıttı yere. Aman Allah. Bu ne demekti? Bayağı yuvasını, yumurtalarını ezdiğimizi güman eləyib, ayranı zehirledi ki, içen mahvolsun. Yuvasını, yumurtalarını tapandan sonra bizi mahvolmaqdan xilas elədi. Demək, belə çıxır ki, İlanın da ürəyi varmış. İlan da sevebilirmiş. İlan da nifret eləyebilirmiş. İlan da intikam hissiyle yaşayabilirmiş.
yüreğimde. Benim ne günahım var, bir bile de zulüm olar. Gözümden kanlar akar, çağlaram yüreğimde. Felek beni cövrələr, qəlb uşaqdır gövrələr. Zaman zaman gövrələr, çağlaram yüreğimde. Çağlaram yüreğimde. Yazıq. Qız vaxtı da kədərliydi, indi də. Elə bil dünyanın ən böyük xoşbəxtliyi də onun o gözəl çöhrəsində yolunub qalmış bu kədəri pozmağa qadir deyil. İndi onun əli, ev eşiyi, bəlkə özünə görə səadəti də var. Bəlkə mən bu evdə olmasaydım, o özünü daha xoşbəxt hiss eləyərdi. Asta-asta zaman keçdikcə unudardı məni. O məni unudardı, mən də onu. Ancaq görünür talih bizə əzab vermək üçün ikimizi də bir ocaq başında görüşdürüb. Əfsanə, sənin nə gözəl səsin varmış. O şeiri hardan əzbərəmsən? Sən dəftərindən götürmüşəm. Taxçadakı dəftərindən. Bağışla ki, səndən icazət... Eybi yoxdur. Novruz bayramı axşamı günü yazmışdım. Səndən əlim həmişəli üzülən gün. O gece səhərəcən yata bilmədim. Yastığımın bir üzü ıslandı, o bir üzünü çevirdi. Elindən deməyə acizim. Bağlı, yazan olsa dəsmal götürüb ağlamalıdır. Nə bilir, bilmirəm kimə neyləmişdim ki, o gece fələk talihimin kələtini qarışdırıb düğün saldı. Elə düğün saldı ki, hiç özü də aça bilməz. Allah, o gece nədənsə sizin evdə yanan şamlar gözümün qabağından çəkilib getmədi. O şamları yandırmışdım. Sənin də şamını yandırmışdım. Ancaq gəlinimiz kimi o bayramın qara gəldi. Yusuf şəhərdən gələn kimi sənin adına çəkdi. Elə bir dünya başıma uçdu. Həqiqəti deməyə gücüm çatmadı. İndi də bağışlaya bilmirəm özümə. Niyə sustum? Niyə həqiqəti açıb ona demədim? Bilsəydim bəlkə. Vaxtında deyilməyən söz adamı ömrü boyu yandırar deyirlər. Elmi, sen o ilan canlı olmadın Elmi. Əfsanə. Səndən ötürü yaman darıxmışdım.
Hər şeyi başlı başına atıb qaçmaq istəyirdim evə. Ancaq sənə görə. Sən də darıxmışdın mı mənim üçün? Darıxmışdın? Bilirəm. Sən də mənim üçün darıxmışdın. İndi də nəyə utanırsan? Neynək? Onda axşam deyərsən. Yaxşı. Dur. Biri qazanı suyla doldur. Qoy ocağın üstüne. Bu axşam məni yaxşı-yaxşı çimizdirəcəksən. Lad yadımdan çıxmışdı. Ətirdir. Sənin üçün almışım. Ətirlənərsən. O ne dedi Yusuf? Heç. Tiryəkdir. Atma onu Yusuf. Bədbəxtlik getirir, atma. Yalvarıram, atma. Hay başına dönüm. Bu köpək o Zümrəyə 1000 dəfə demişəm ki, bizim bu keçini sağır. İstədiyini dədəsinə də vermiş. Bu qotur keçini hər gün sağır. Yaxşı köpək o, dur sənin başına nə gətirəcəm. Elmi! Adə! Haramzada! Heç nə olmaz əfsanə, sən... İyi dönmüş. Sənə neçə dəfə demişəm ki, bizim bu keçiyə dəymir. Neçə dəfə demişəm. Səbiyə xala, mən... Zəhrim var Səbiyə xala, dərd Səbiyə xala. Hə? Sən belə ağız bəhəm eləmişsən ki, day söz zad eşitmirsən. Səbiyə xala... Qəryadar qulamdan qorxursan deyə, onun sürüsünə dəymirsən. Gedib kasıb küsubun keçsin, sağ boğmalanırsan. Səbiyə xala, mən gör nə deyirəm. Nə deyəcəksən? Bax da, bax görüb, bizim keçi bu qədər süt verirdi. Hə? Heç burada bir stəkan süt yoxdur. Əgər aç qarnın doymayırsa, ala bir damcı sütü də iç, bəlkə qarnın doyaq köpək olur. Səbiyə xala, səbrin olsun gör sənə nə deyirəm də Səbiyə xala. Səni görüm, iyi dönəsən köpək olur. Bəsdir. Zümrə! 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 Alçağım bir alçaq! Yusuf! 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 Hay Allah! Zümrə! Zümrə! Özünə alacaq! Heç nə olmaz! Mən... Elmi... Zümrə! Toxta qardaşım! Toxta! Elmi... Qısa deyirsən ki... Mən gəlmişdim... Zümrə! Mən gəlmişdim... Keçini... İlan əmir... Zümrək! Salam! Yusuf! Ne eyledin? Şimdi ne olacak Elmi? Tutacaklar. Öldürecekler. Öldürecekler. Sen ne danışırsan Elmettin? Bəli. Məmləkətin də, şəriətin də qanunu belədir. Diş çıxardanın dişini, göz çıxardanın gözünü çıxartmaq lazımdır. Yəni ölüm ölüm. Günahsız ölümdür bu. Yazıq Zümrəyə gəlmişdi desin ki, keçini ilan əmir. İlan da keçini əmə bilər. Görünür əmir ki, Zümrəy deyirdi. Kümemiz yıkıldı bala. Kapımız çırpıldı. Zehre döneydi o bir kasa süt. Ah ben ardın bileydim ki ah böyle olacak. Ona dedim ki,
O tiryək zəhrimarı atma. Tiryək atmışdı Yusif. Ayşe, ne keyfimi gözlerini dövsen. Bəs neynəsin? Bir kere fikirleşim başınıza dönün. Ne kadar geriyedar kulağımın adamlar tökülüp gelmiyor. Polis haber tutmuyor. Kaç Yusif. Kaç. Ne kadar gelip tökülüşmeyipler, çık git. Seni qariyada heç kəs görən olmayıb. Çık git Yusif. Düzlüğü başına dön. Elini düzlüğe çek. Git neyse. Yok. Hiç yere giden değilim. Oo ya. Necə yox? Sən getməlisən, bildin? Sənin ailen var. Sən tək deyilsən. Mənsə subay oğlanam. Deyərəm Zümrəyi mən vurmuşam. Çıx get Yusif, get! Yok. Yok. Hiç yere giden değilim. Zümrəyi mən öldürmüşəm. Cezasını da özüm çəkəcəm. Havay Elmeddin. Havay Elmeddin. Ben Yusuf apartmaya gelmişim. Haradadır Yusuf? Ben buradayım. Kanun namına siz aparmalıyım. Bu ne işi şimdi bizim başımıza getirdi namala. Bizi de kurban etti. Ay Yusuf. Elmi. Anamdan. Bir de ondan mulayat oldum. Yusuf!